Qəbul imtahanına düşə biləcək, ekranda gördüyünüz 2 sualın izahına sizlərlə bir yerdə baxaq. Şərtdə deyilir ki, eyni kütləli 5 cismin hərəkət tənlikləri verilmişdir. Hansı cismin impulsunun modulu ən kiçikdir? Eyni kütləli sözü var, buna da fikir vermək lazımdır. İmpulsun düsturu P bərabərdir, M vuraq V-dir. Buradan aydındır ki, P V ilə necə asılıdır? Düz asılıdır. Kütlələr onsuz da eynidir. Deməli, mən impulsun modulunun ən kiçik olanını axtarıram. Düz asılı olduğundan, deməli, sürətin də modulunun ən kiçik olanına baxmalıyım. Düzxətli bərabər sürətli hərəkətdə x bərabərdir. X0 üstə gələk Vx vuraq T-dir. T-nin qarşısındakı rəqəm bizə deməli Vx-i verəcək. Modul dediyi üçün mənfini nəzərə almayacağım. Baxın, burada 5, burada 2, burada 10, 12 və burada da 8-dir bizim sürətin modulu. Ən kiçik hansıdır? Əlbəttə 2 olan, yəni D bəndi. Digər sualda isə deyir ki, hərəkət tənlikləri verilmiş 5 cisimdən hansının kinetik enerjisi dəyişmir. Kinetik enerjinin düsturu Y kinetik bərabərdir M V kvadratı bölə 2-dir. Sürət dəyişməyən hərəkəti götürsəm, deməli kinetik enerji də dəyişməyəcək. Sürət dəyişməyən hərəkət hansı hərəkət idi? Düzxətli bərabər sürətli hərəkət. Düzxətli bərabər sürətli hərəkətdə qeyd etdik ki, koordinatın zamandan asılılıq tənliyi x bərabərdir. X0 üstə gələk Vx vuraq T şəklindədir. Yəni, buradan koordinat zamandan xətti asılıdır. Baxın, fikir verin, Y bəndində gördüyünüz kimi xətti asılıdır. Digər variantlarda isə T-nin başında gördüyünüz kimi 2 var. Yəni, burada artıq parabolik asılıdır. Ona görə o variantları götürmürük.